Akıcı, düzdür. Sen variantı D variantı. D 12-ci əsrdə formalaşmışdır. Yaxşı uşaqlar, burada səhv variant kimi göstərilibdir. Doğru deyil yoldaşım. Ancaq sizcə neçənci əsrdə formalaşıb? 7-ci əsrdə formalaşmışdır da. Geç otur. Yaxşı, kimsə rəhmət edir. Gəl, gəl. Demək, başqa bir keçimiz olacaqdır. Azərbaycan dili ilk dəfə neçənci ildə dövlət dili elan edilmişdi? 1501-də səfər verdi. Kim tərəfindən? 1501. Hara gedirsən? Gördünüzdür mü? Düzdür. Geç otur. Hə. Cavab verək. 100 mindən artıq söz vardır. Yəni, bu beləcə qeyd olunur. Cavablarınız düzdür. Çox sağ olun. Yaxşı uşaqlar, bax sizin bu işləriniz, suallara cavabınızı qiymətləndirmək olardı. Amma istəyirəm ki, siz mənə deməli, araşdırmalar aparmalısınız, tapşırmışsınız sizə. Digər o araşdırmalar nədən ibarətdir? Dilimizə olan ətrafda, cəmiyyətdə olan münasibəti mənə göstərmənizi istəmişim. Nə hazırlamışım? Deyərəm. Yaxşı, siz o slaytınızı qurursunuz. Yaxşı. Başqa nə hazırlamışım uşaqlar? Nə hazırlamışım? Hə, şəhərli hazırlamışım. Gəl görün. Azərbaycan dilinin mütləq tərkibində 60-cı illərdən bəri alınma sözlər əvəzində milli sözlər işlədilmişdir. Onların qarşılığı tapılmışdır. Buna misal olaraq, Aslanabka əvəzində dayanacaq. Qarşılığı olaraq Aslanabka sözünə biz nə deyək? Dayanacaq deməliyik. Nə zaman deyəcəksiniz də dayanacaqda durub səni gözləyir. Digər əvəzinə çimərli, tormuz əvəzinə əyləz, rajok əvəzinə davan keş, mərhələ əvəzinə dönəm. Evdə işlədirsiniz də yəqin. Nə deyəcəksiniz? Tamam. Özünüz deyirsiniz və evdəkilərdə də tələb edirsiniz. Keç otur. Deyin. Bəzi alma sözlər var ki, milli sözlərə qarşılığı tapılır, iqtisadında daxil olunmuşdur. Bu sözlərdən misal olaraq mənbə sözünün yerinə qaynar, müasir söz yerinə saldaş, əsr yerinə yüzillik, vəziyyət yerinə durum və mühafizəçi yerinə canibdən sözləri işlətməliyik. Deməli, bunlar bizim yeni yaratdığımız sözlərdir də, canibdən sözlər, sonra yüzillik dediniz, çox yaxşı. Gəl, görmüşəm. Bunları harada tanıyırsan? İnternetdən. Yaxşı, qıdalar. Dilimizdə bəzi alınma sözlər var ki, onların milli sözlərdə qarşılığı tapılmışdır. Məsələn, xüsusiləşmə sözünün qarşılığı özəlləşmə, portika sözünün qarşılığı nəfəslik. Yaxşı, portika evdə deyirsiniz də portika deyirsiniz. Anam deyir ki, portika nasıl? Sən indidən sonra nə deyəcəksən? Deyək ki, nəfəslik deyilən açmıram portika deyirsən. Aktivlik əvəzinə açıqca, ərazi əvəzinə bölgə, genosid əvəzinə soyqırım. Aha, genosid. Yaxşı, bu genosiddən danışıq. Bu, həmin işlə bağlı nə deyə bilərsiniz? Mart ayının neçəsi genosid? Soyqırım günü kimi qeyd olunmuşdur. Yaxşı. Hə, başqa işimiz varmı? Məsələn, deyirsiniz, evdə ventilator deyirsiniz. Onun qarşılığı olan nə demək lazımdır? Nə deyirsiniz? Ventilator deyirsiniz. Sərkeş deyin də, şəkilçini əlavə edin, sərkeş deyirsiniz. Hə, siz göstərə bilərsiniz. Biraz keçin qabağa, olsa səsiniz yavaş keçin. Keçin qabağa. Slaytı hazırlamışsınız. Məqsədiniz nədir? Nəyi göstərməyə çalışmışsınız? Bizim vətənimiz Azərbaycandır. Dilimiz Azərbaycan dilidir. Mən durum burada ki, sən mənə görüb baxırsan. Hə, deyil.
Dilimiz Azərbaycan dilidir və biz görürük ki, ölkəmizdə bir çox məsələnin adı başqa xarici dillərdədir və bir çox məsələləri heç başa düşmür. Deməli, reklam şirkətləri bütün məsələlərin adını, əksəriyyət məsələlərin adını Başqa dillərdir. Sağ ol. Siz bunu hardan çəkmişsiniz? Hardan hazırlamışsınız? Nərmanov prospektini çəkmişsiniz. Ətrafımızda olan mağazaların, yəni reklamların adını qeyd eləmişsiniz, düzdürmü? Hə, gördüm, çox yaxşı. Biz istəyirik ki, belə olmasın, öz dilimizdə olsun. Çünki dilimizi qorumalıyıq və bunun üçün də vacib. Sağ ol. Başqa Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim ən böyük milli sərvətimizdir. Bu musiqini nə üçün bilirsiniz? Belə bir gözəl musiqisi olan bir dövlət öz ana dilini, Möhtəşəm bir musiqidir, çox yaxşı musiqi seçmişsiniz ki, belə gözəl bəli. var. Ona görə də onu Aha, o cürə dilimiz, o cürə musiqimiz varsa, biz nə üçün əcnəbi dildə olan sözlərdən istifadə edək? Deməli, istəyirsiniz ki, uşaqlar, hansı dildə olsun? Necə olsun? öz doğma Azərbaycan dilimizdə olsun bu sözlər. Deməli, reklam şirkətləri, həm də uşaqlar, əgər fikir veribsinizsə, bəzi reklam şirkətlərinin adları həm xarici dillərdə, həm də əksəriyyət vaxtı səhvlər var. Yəni, bu da bizim kimi insanların, yəni özümüzü kənara çəkməyək, bizim kimi insanların işinə məsuliyyətsizliyidir ki, dilimizi qorumalıyıq, sevməliyik, həm düzgün yazmalıyıq, həm də düzgün deməli, danışmalıyıq barədə. Çox yaxşı uşaqlar, sizi alqışlayıram, yəni əziyyət çəkmişsiniz, iş hazırlamışsınız. Ona görə də uşaqlar, bax, sizin bu işlərinizi qiymətləndirirəm. Uşaqlar, bilirsiniz ki, bax, bu saytı hazırlayan komanda Vətən Dili komandasıdır. O Vətən Dili komandasına yaxşı bir 5 yazıram. Çünki əziyyət çəkirlər, düşüblər, ətrafda onu tapıblar, qiymət 5 yazırıq, komandalarda 4. Axırda ola bilər ki, qiymətlər testinizə görə də, hamınız düzgün cavab verdiyinizə görə də 5 qiymətləndiririk. Yaxşı uşaqlar, sizə belə bir sual vermək istəyirəm. Bax, dilimizə münasibəti yoldaşlarınız qeyd elədi. Bəzilərinizin ola bilsin ki, sizin ürəyinizdə sözünüz var. Başqa nə hazırlamışsınız? Nəyisə ifadə eləmək? Bir gün Aynur, Biz bütün komandalarla birləşərək dilimizin inkişafı və onun qorunması üçün kiçik bir səhnət hazırlamışıq. səhnət. Kiçik də yəqin. Onu göstərik, tez. Əziz tamaşaçılar, siz gəlin düşünün adlı verilişimizə xoş gəlmişsiniz. Bilirsiniz ki, bizim verilişimizin əsas məqsədi gündəlik həyatımızda rastlaşdığımız problemlərin həlli yollarını tapmaqdır. Bugünkü verilişimizdə ana dilimizdən necə istifadə edirik mövzusuna toxunacaq. Burada olanları sizə təqdim etməyə ehtiyac yoxdur. Siz onları tanıyırsınız. Əziz qonaqlar, siz televiziya və radio verilişlərində çox zamanlı istili sözlərdən istifadə edirsiniz. Doğma Azərbaycan dilində danışa bilməzsinizmi? Mən bu barədə Azərbaycan danışıyor hətta. Mən hətta bu barədə sorusunu tədbir görərəm. Azərbaycan danışıyor, sorusunu yox, təcili. Bəli, mən bütün işimi gücümü atıb ümidliyim üçün buraya gəlmişəm. Azərbaycan dilində danışıyor, ümumi yox, mənim. Seromu siz düzgün danışa bilmirsiniz. Azərbaycan danışıyor, serobları onsuzdur. Mən sizin bu verilişdə qoyduğunuz mövzunu alqışlayıram. Simvoliləşdirməliyim buradadır. Azərbaycan danışıyor, simvol yox, ələxsus. Studiyaya zəngimiz var, buyurun sizi eşidirik. Hala, sizi bu saatda narahat eləyən Samaya xalandır. Ay qızım, orada oturanlara deyilər ki, qaranız bir rayondan gəlmişsiniz. Öz doğma dilinizə danışın dayına. O uzun sözlərində danışırsınız, biz də heç zat başa düşmürük. Çox sağ olun Samaya xalan, fikrinizi nəzərə alarım. Azərbaycan dilinin müxtəlif bölgələrinin dialektindəki sözlərin şirinliyinə baxın. Son söz olaraq nə demək istərdiniz? Biz Rus bölməsində Son oxuduğumuz sözü, verilişin son sözü olaraq. Biz Rus bölməsində oxuduğumuz üçün Azərbaycan dilində sənət danışa bilmirik və bu böyük bir qüsurdur. Biz bundan sonra çalışacağıq ki, bu qüsuru aradan qaldıraq və doğma dilimizə danışa bilməyən insanlara öz dilimizi daha da mükəmməl öyrədək. Yaxşı, bax uşaqlar, siz bu səhnəciyi hazırlamışsınız. Burada əsasən nəyi göstərməyə çalışırsınız? Məqsədiniz nə idi? Bəzi insanlar var ki, televiziya və radio verilişlərində çox zaman yaradıcı sözlərdən istifadə edirlər. Bu yol verilməz haldır. Bu səhnəcidə göstərməyə çalışırıq ki, biz doğma Azərbaycan, hər bir insan, Azərbaycan torpağında yaşayan hər bir insan öz doğma dilimizdə danışmalı və onu göz bəbəyi kimi qorumalıdır. Yaxşı, uşaqlar, sizin sualınız varmı? Bax, bəlkə nəyisə də başa düşmədiniz. Sualınız varmı? Hə, bir görüntünün. Azərbaycanca danışa bilməyənlər şüayət edir. Xeyr, biz burada ictimaiyyətin müxtəlif nümayəndələrini Təkcə onlar deyil, bütün insanlar var ki, bəzi fərqli. Zəng edən qadının hansı bölgə dialektində danışdığı nəzərdə tutulubmu?
Biz burada konkret hansısa bu bölgənin dialektini deyil, sadəcə şivələrin xalq dilinin necə şirin olduğunu göstərməyə çalışmışıq. Yaxşı, deyil. Ben burada bir şey demək istəyirəm. İntelligentik bu ki böhtan deyil, türkü danışmaq bizə şayan deyil, türk dili qabili ürfan deyil. Biz buna qail olan insanlarıq, ay bərkalıq nə gözəl canlar. Burada Sabir öz satıralarında belə insanların Belə yox, yəni o cür eysin, danışaq. insanların kimi şərəfindən çəkmişdir. Bildirmək istəyirmiş ki, öz dilimizə danışıq, öz dilimizə. Azərbaycan dilində danışmaq. Deməli uşaq, sizin dediyiniz sözlər ki vardır, tak edirsiniz ki, məhz, ələqəsiz. Bunlar da alınma sözlərdir. Biz bunları gələcəkdə keçəcəyik. Yəni bunlar da barbarizmlər adlanacaqdır və bunları biz gələcəkdə dediyiniz o sözləri gələcəkdə öyrənəcəyik. Çox sağ olun uşaqlar. Başqa sualınız var yoldaşlarınıza? Yəni xoşunuza gəldi də yəqin ki. Nəyəsə ifadə etməyə çalışdınız. Çox sağ olun. Keçin, əyləşin. Yaxşı uşaqlar, mən sizə başqa bir sual vermək istəyirəm. Deməli, ətrafda yoldaşlarımız qeyd elədilər, yəni səhvcinlə, soruslar hazırlamışlar. Ətrafda dilimizə olan münasibət. Həm doğma münasibət var. Yəni, bilirsiniz ki, dövlətimiz bu barədə dilimizin qorunması, saxlılığı uğrunda xeyli işlər görmüşdür, mübarizə aparmışdır. Yəni, qanunlar, fərmanlar imzalamışdır. Amma bu təkcə dövlətin işi deyil, bütün insanların işidir ki, dilimizin saxlılığı uğrunda mübarizə aparsın, özü qorusun onu. Ona görə də yoldaşlarınız qeyd elədiyi fikirləri, bəlkə də siz də özünüzün ürəyində hansısa bir sözləriniz var deməyə çalışırsınız. Əvvəlcə danışaq dilimizə göstərilən qayğıdan. Sonra ögey münasibətdən danışaq. Belə bölgə yaparsaq yaxşı olar. Danışaq. Hə, gördüyü görür. Bu Türk dünyası və bütün dilin yaranması üçün tədbirlər görür. Aha, yaxşı. Prezident Beşman Əliyev 2004-cü ildə fərmanına Bir sözdən danışaq. 2004-cü ildə Azərbaycan şair və yazıçılarının əsərləri Latın qrafikası ilə nəşr olunması haqqında sərəncam imzalamışdır. Aha, yaxşı. Televiziyada verilən bütün bədii filmlərin Azərbaycanca dublyajı da dilimizin inkişafı üçün böyük zəmin yaradır. Aha, çox yaxşı. Prezident İlham Əliyevin 2007-ci ildə verdiyi fərmana əsasən bütün dünya ədiblərinin əsərlərini və şeirlərini Latın qrafikası ilə nəşr edilməsini üçün Sərəncam imzalamışdır. Aha, deməli Latın qrafikası ilə. Bu cavabınızdır. Ana dili 2008. Bu il nə edir uşaqlar? İdman ili elan edilmişdir. Hə, Mən istərdim ki, alimlərimiz dilimizə gələn yeni sözlərin Azərbaycan dilinə qarşılığını tapıb Sizin baxmıyorsunuz, bir an qeyd elədiniz, onları qarşı gələn daha çox olsun demək istəyirsiniz. Deyəcəklər. Mən böyüyəndə bu Azərbaycanda olan bütün restoranların adını dəyişdirib öz dilimizə qoymağa çalışarım. Yəni bu arada bilək deyil. Məsəl üçün, Boğazın adını yerdə bağlı istəyək. Məsəl üçün, içərik, Baxışıq var. Başqa var. Mən də Sara xatım qoydum. Olar mı? Hə, Nüşabə, bədə hükümdə. Nüşabənin adını qoyardım. Görün, necə gözəl səsləndiniz. Nəyə ki Mona Lisa? Nəyə ki Mona Lisa? Düzdür uşaqlar, siz mənimlə razılaşırsınız. Yaxşı, başqa bir fikriniz var mı? Hə, münasibətinizi bildirin. Nə münasibətiniz var, deyin. Radio televiziya kanallarında dilimizin hər mənada üstünlüyü göstərilməli, başqa dillərdən millilikdən sonra verilişlər hazırlanmalı və dilimizin hər mənada başqa dillərdən üstünlüyü göstərilməlidir. Göstərilməlidir. Televiziya böyük informasiya, o göstərilmə daha yaxşıdır. Məncə radyoda oluşmuş, hər bir şeyin təhlil olan açıq dərsən var olmasında dilimizi yaşatmışıq. Dərsinizi belə qiymətləndirsən, çox sağ olun. Başqa fikriniz var mı? Yaxşı, ətrafımızda bax, bəlkə ögey münasibət. Mən hiss edirəm, amma istəyirəm ki, sizin dilinizdən eşidim, sizin fikirlərinizi eşidim. Aha. Deyim. Ötən əsrin əvvəllərində Bəxtiyar Kərizoğlu kimi səhvkarlarımız dilimizi şikəstlənlərə qarşı mübarizə aparmışlar. Ancaq təəssüf edirəm ki, son dövrdə onlar şairlərimiz bu məsələyə kifayət qədər ciddi yanaşmırlar. Deməli, şairin qeyd əsərlərində siz görürsünüz ki, bax, bir təbliğat xarakteri daşıyır. Düzdürmü? Yaxşı. Hə, de görün. Bəzən insanlar xarici dilləri öyrənib öz ana dillərini unuturlar. Amma xarici dilləri öyrənmək də lazımdır. Amma öz ana dilimizi heç vaxt unutmamaq və digər insanlara da bildirməliyik. Yaxşı, de görün. Azərbaycan dil qrammatikasında həmçinin bilməliyik ki, İngilis dilində, başqa dillərin də qrammatikasını daha yaxşı öyrəndik. Sonra, deməli, Xəlifzanın əsərlərində, bundan başqa, deməli, Bəxtiyar Vahabzadənin, sonra hansı əsərlərində dilə münasibət daha yaxşı qeyd olunmuş. Allahsızlığı Qaradastanda, sonra Sabirin Qıratılmaşıdır qeyd olunmuşdur. Sonra, deməli, Bəxtiyar Vahabzadənin ana dilim şeiri, buna
Biz bir de görürük ki Xəlil Rızanın Azərbaycan dilinə olan münasibəti nə dərəcədə yüksək səviyyəyə qaldırmışdır. Deməli, Xəlil Rıza uşaqlar Azərbaycan dilini milli mənliyimiz, milli qürurumuz, milli sərvətimiz adlandırmışdır. Düşünürəm ki, bax, bu milli sərvətə xəyanət etmək, dövlətimizə xəyanət etmək deməkdir. Və əsərdə də onu çox qabarıq şəkildə göstərməyə çalışmışdır. Yəqin ki, uşaqlar, bax, bu Xəlil Rızanın yazdığı Mənim dilim şeiri bir əsər deyil. Düşünürəm ki, bir nədir? Tarixdir. Yazılmış bir tarixdir. Həmin tarix də uşaqlar günbəgün bilirsiniz ki, tariximiz hər il öyrənilir, hər də öyrənilir və təhlil olunur. Güman edirəm ki, siz və sizdən sonra gələn gənclər də Xəlil Rızanın Mənim dilim şeirini sevə-sevə öyrənəcəklər. Yəni, təkcə Xəlil Rızanın deyil, ümumiyyətlə dil mövzusuna yazılmış bütün əsərləri sevə-sevə öyrənəcəklər, onları təbliğ edəcəklər. Yəni, bu səviyyədə işlərini daha qabarıq şəkildə görməyə çalışacaqlar. Bundan başqa uşaqlar, deməli, istəyərdim ki, mən öz arzumu da bildirim sizə, dillə bağlı. Xəlil Rızanın əsərində görürsünüz ki, dili nəyə bənzərdir? Qılınca, günəşə bənzərdir, bulaq körpüyə bənzərdir. Bax, bugün dilimizə bir ögey münasibət bir onu bildirərdim ki, yəqin ki, sizin valideynlərinizin evdə mobil telefonları var, sizin telefonlarınızda və oran xəbərdarlıq məktubu gəlir də, yəni ona siz nə deyirsiniz? Mesaj deyirsiniz. Orada uşaqlar, əgər diqqət yetirsəniz, görərsiniz ki, ə hərfidir, ö hərfidir, ü hərfidir, bu hərflər ifadə olunmur. Amma bunlar olmalıdır. Bir də arzulayardım ki, Azərbaycanda, Cənubi Azərbaycanda olan Azərbaycanlılarımız üçün nə qədər Azərbaycanlı yaşayırlar? 35 milyondan artıq Azərbaycanlı yaşayır və onların Azərbaycan dilində fəaliyyət göstərən məktəbləri yoxdur və biz bunu arzulayırıq ki, Cənubi Azərbaycanda da bu olsun. Bax, Xəlil Rızanın bu əsərini uşaqlarına deyək. Siz indən sonra hansı işlər görərsiniz? Xəlil Rızanın bu əsərini öyrəndik. İndən sonra hansı işlər görərsiniz? Nə edərsiniz? Tabii dilimizi qorumaq üçün hansı işləri görərsiniz siz? Qorunması üçün nə işlər? Hansı devizlərlə, şüarlarla çıxış edərsiniz? Tez-tez göstər uşaqlarına. Ana dilimizi vətən dilidir. Ana dilimiz ən böyük sərvətimizdir. Ana dilimizi mükəmməl öyrənək, düzgün yazaq, düzgün danışaq. Sonra dilimiz ölməz, vətən bölünməz. Çox yaşlı onu bilməyəm, çox hoşuma gəldi. Uşaqlar, ilk tapşırığı olaraq sizə Xəlil Rızanın Mənim dilim şeirinin təhlili ilə bağlı olaraq bildiklərinizi, fikirlərinizi sərbəst şəkildə ifadə etmək üçün, bax, yəni seçdiyiniz bu deviz mənim çox hoşuma gəldi. Yəni, bu günümüzlə bağlıdır. Dilimiz ölməz, vətən bölünməz. Hoşunuza gəlir mi uşaqlar? Sərbəst düşüncələrinizi esidə ifadə etməyə çalışarsınız. Uşaqlar, deməli, dil mövzusunda Xəlil Rızanın bu keçdiyimiz əsəri ilə bağlı elə bir nəticəyə gəldi ki, biz dilimizi hər zaman sevməliyik, qorumalıyıq, onu saxlamaq uğrunda mübarizə aparmalıyıq. Xəlil Rıza da hər zaman dilimizi sevmiş, qorumuş və onu ən yüksək zirvələrə qaldırmışdır. Bu bizim vətəndaşlıq borcumuzdur. Yəqin ki, uşaqlar, siz musiqi dərsindən dillə bağlı gözəl bir mahnılar eşitmişsiniz və o mahnılardan hansı mahnını bilirik? Oxuya bilərik onu? Lap yaxşı. Bunun uşaqlar, dərsimizi yekunlaşdırıram və istəyirəm ki, siz komandalarınızı qiymətləndirəsiniz ondan sonra. Vətən dili komandası. Çox yaxşı. Komandamızı iştirak elədik. Sonra sizlər Mən komandamda Köyün Nəsamilə 5 qiymətləndi və Üçgüyə də 5 qiymətləndirilir. digər yoldaşlarınızla da 3 qiymətlərini vermək mümkündür. Deyək ki, siz Bizdə İlahə 5, Ağalar 5, Elnur 4. Yaxşı, deməli, komandalar içərisində ən yaxşı hamınız demək olar ki, çox yaxşı iştirak edərdiniz və bununla da sizə təşəkkürümü bildirir və musiqi ilə də dərsimizi yekunlaşdırır. Ev sahibi olduqla əlbələ sözləri qayasılardır.
yekunlaşdırırıq sizin yekun qiymətlərinizi. Qiymətləri hesablayırıq, deyirik. Riyaziyyat sinifimiz, eyni qiymətləri. Şahlıqda, ana dili qrupu, cəm 19. 19, vətən dili 20, 19. Oğuz qrupu 19. Biz vətən dili qrupunu almışlayırıq. Çox minnətdarım sizə, təşəkkür edirəm. Sağ olun, gedə bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm. Həmişəki kimi, əla. Çox sağ olun.